Birinci, dil və sənəd hazırlığı. Danimarka dili bilmək mütləq deyil, amma iş tapmaqda və gündəlik həyatda böyük üstünlükdür. Pasport, CV, iş təcrübəsi sənədləri hazır olmalıdır. 2. İş tapmaq. Ən çox tələb olunan sahələr IT mühəndisləri, proqramçılar, tikinti və ustalıq sahələri, sağlamlıq işçiləri, müəllimlər və uşaq bağçası işçiləri. Ən məşhur iş tapmaq saytları. Dostlar, mən bu saytları açıqlama qisminə qoyacağam. Oradan baxa bilərsiniz. workingdenmark.dk, jobindex.dk, stipstone.dk. 3. CV və iş müsahibəsi. Danimarkada CV qısa, konkret və vizual olmalıdır. İşə götürənlər iş təcrübənizi və bacarıqlarınızı bir baxışda görmək istəyir. Müsahibələrdə açıq və səmimi olmaq vacibdir.